Deməli bu bizim qalıqların daxil edilməsi idi. Debitor kredi, yəni bütün qalıqlar o cür daxil olunmalıdır hamısı düzgün balans getməsi üçün. Sonra bizim deməli debitorlar var, kreditorlar var. Bizim nomenklaturamız var, nomenklatura adları var da. Biz gəldik məlumat kitabçalarına, biz təşkilatı yaratdıq. Düzdürmü? Gəldik məlumat kitabçalarına ondan sonra. Biz məlumat kitabçalarına biz kontragentlərimizi yaratmalıyıq. Bizim kontragentdə debitorlar var, xarici debitorlar, xarici kreditorlar. Biz məsələn debitorlarımızı yaradanda, biz bunu yaratmaq eləyəndə biz yaradırıq bizim, yaratma düyməsi basanda biz yaradırıq bizim kontragentimiz. Kimdir? Məsəl üçün RRR-dir, tam adı RRR-dir. Debitor da Azərbaycan Vöyünü məsəl üçün nə bilim nədir? Bank hesabını yaratdıq, yazmaq və bağlamaq. Bu bizim oldu debitor. Kreditor da ki onun kimi, xarici də onun kimi. Daxili və xarici debitor kreditorlarda, əgər xaricidirsə, məsələn xaricini bizə yaradırıqsa, biz xaricini də, onu yaratmaq eləyəndə burada əsas şərtlərdən biri nədir? Biz bunu eləyək, məsəl üçün nə bilim nə elədik də. Burada vöyündə yazdıq, əgər vardasa xarici şərt deyil. Biz bunu yaradırsa, buradan bunun müqabilə məsələsi var. Okey eləyək, yazdıq. Əgər xarici bizim debitor, kreditor müqabilədə, yəni ki, bunu biz yaradanda, müqabiləsini yaradanda da, bu bizlə hansı valyutada işləyir? Yəni, bunun hesablaşmaları bizdə AZN-dimi, Evro-dimi, Rubl-dimi o izlədir. Biz bunu mütləq şəkildə qeyd eləməliyik. Biz burada, məsələn, USD-dirsə, məsəl üçün də, biz bunu eləyəndə, adı da həmin müqabilə. Biz bunun valyutasını tətbiq eləməliyik ki, sabahları biz bununla alış-veriş eləyəndə, yəni ki, bizim orada göstərsin ki, qarşı tərəfə bizə valyuta ilə ödəyirik ya da ki, valyutanın haqq hesabımız var. Biz burada deməli məlumat edirəm, kontragentləri debitor, kreditor, hamısını xarici kreditor, xarici debitor yaradır. Biz bunların var. Bizim bu kontragentlərin hamısını, əgər bir qrup kimi yaratmaq istəyən, deyir ki, adici yaratmaq istəyən, adici yarada bilirik. Qrup kimi yaratmaq istəyən, biz qrup yaradırıq. Adını qoyub, məsələn, bizim bu digər, məsəl üçün də, belə deyək də, varımızda bizim debitorlar, kreditorlar, adını qoyduq biz bunların, məsəl üçün, digər, elədik digər. Bir də belə yazdıq, qutardı gətir. Bizim oldu bir dənə də bizim qrup digərlərə aid olan. Biz digərlərə ki, bunları nə bilim ürəyimiz istəyəni. Onları elədik, hamısı getdi. Bax, biz burada məlumat kitabında kontragentlərin hamısının yaradılması bu şəkildə həyata